danışırıq biz. Sevgi, musiqi, dərslər, belə keçir günlərimiz. Bizə deyirdilər ki, gecə gündüz dərs oxuyaq. Onda qərar verdik ki, yaradaq da oxuyaq. Həyat bax budur, düşünsənə bir anlıq, bu bir oyundur. Adıdakı cavan, adıdakı cavanlıq. Həyat bax budur, düşünsənə bir anlıq, bu bir oyundur. Adıdakı cavan, adıdakı cavanlıq. Nə qeymət pişirə bilirsən sən? Nədir ki? Çünki nə vaxt görürəm, gəh dönər alırsan, gəh lahmacun, gəh də onun adı nədir? Şaurma, hə. Düz yerdə, yolda sənə gəlinə dedik ki, evdə ətdə, kartofda, yağ da var. Gəlib nəsə pişirərdik. Bəsdir də, zəhləm gedir də. 3 saat gözlə tava qızsın. Sonra gözlə yağ dağ olsun. Sonra gözlə yeməyi bişsin. Sonra hələ bir gözlə ki, yeməyi soğusun. Nəyimə lazımdır? Zəhləm gedir. Harada qalmışdıq? Hə, Leka səndə. Deməli, Seva, bu Leka ölür də bu yaxma çörəklərdən ötürü. Ay qız, bu yaxma çörək deyil, bu pizza margaritadır. Sonra olur. Mən öyle bildim bu Julien'dir. Leka, heç sən bilirsən bu pizza hansı millətin yeməyidir? Nəyimə lazımdır? Əsas o da ki, dadlıdır, yeyin geçsin. Pizza İtalyan yeməyidir. Doğrudan İtalyandır. Güya ki, Sevinç deseydi ki, bu pizza Türkçe yeməyidir. Nə deyəsidin? Onsuz da bilir ki, biz onu yoxlayan deyilik. İnanmırsınız? Aç interneti. O deyil, interneti neyirəm, giriyən Google gəldi. Nare, sən bilərsən, bu pizza hansı millətin yeməyidir? Pizza sözü ümumiyyətlə pitta, latınca lavaş sözündən əmələ gəlib. Rəvayətə görə ilk pizza Neapol şəhərində hazırlanıb. Hal-hazırda yediyimiz pizza margarita isə 1889-cu ildə İtalyan kralı 1. Umberto'nun həyat yoldaşı Samuel Margarita'ya həsr olunmuşdur. Nə? Dəlisən sən? Bunları internetdən oxumusan, hə? Yox, niyə ki, kitablardan. Axı, mən oxuduğum kitablarda belə şey yoxdur. Sən axı oxuduğun kitabları içindəki şəkilləri görə alırsan. Üstəlik də ensiklopediyalarda şəkillər ağar olur axı. Qızlar, bilirsiniz, Leka axırıncı hansı kitabı oxuyub? Məlik Məmmədin nağılını. Ay, üzr istəyirəm, mən unutmuşam ki, mən yüksək intellektli cəmiyyətin bir üzvüyəm. Heç günahımdan izin versən ayaqlarını öpüm. Qız, get özün dola. Mən razı. Kamadasın yenə baxaq. Nəzərinizə çatdırım ki, yemək zamanı danışan insan qəfil boğa bilər, ehtiyatlı olun. Düz deyir uşaqlar. Özdə qızlar, tez yeməyinizi yiyin, çünki qaraja getməli. Uşaqlar bizi gözləyir. Əsas da Alik. Mən bildiyimə görə Orxan da oradadır. Görürsən, uşaqlar bizə nə sürpriz hazırlayıb qarajda. Əgər qarajın özü hələ də yerində qalıbsa, mənim üçün özü böyük sürpriz olacaq. Hörmətli xanımlar və cənablar, bugün sizi bizim qarajda, məşq yerində görməkdən çox böyük qürur duyuruq. Biz bugün sizə ilk konsertimizi verəcəyik. Düzdür, biraz repertuarımız kiçikdir, amma ki... Atalar demişkən, yoxa lənət. Nəysə, biz getdik.
Belə olmaz Bu avaraçılığın daşını atmaq lazımdır. Saata baxın, gör saat neçədir. Camaat universitetdə dərslədir, biz oturmuşuq burada. Əjdahayıq da, əsl rokerik. Heç kim vecimizi almırıq, avara həyatı yaşayırıq. Belə çıxır ki, sənin aləmində roker sözü evsiz, eşiksiz, işsiz, avar adamlar da. Allah həri! Orxan düppədizdir. Yaxşı oğlan dərsə girməz. Yaxşı oğlan heç kim priznamat eləməz. Belə çıxır onda biz əsl bomba oğlanlarıq. Ana bir çəkilin o tərəfə oturum yanınızda. Çəkilin görüm. Ana yaxşı oğlanlar yığılıb bu stulun arxasında ki, mən də gəldim yaxşı oğlanlarla bir iskan çay içim. Halal olsun sən ağsaqqal. Sən bizlə bir stolda oturmağa layiqsən. Bir dənə bu çatışmırdı. Allah yığışdırın da bu söhbətləri. Deyəli, nə yığışdırı salmışsın? Gah saqqaldan soruşaq. Əbdurrahman müəllim, ağsaqqal adamsınız, dünya görüşür bizdən çox da, siz yaxşı bilərsiniz. Bu yaxşı oğlan nə deməkdir vəbşə? Yaxşı oğlan. Yaxşı. Uşaq nə bilir yaxşı oğlan nədir? Yaxşı oğlan odur ki, yaxşı oğlan dostu üçün canından keçər. Ağsaqqal, və pulundan da keçər. O da əlbəttə. Yaxşı ağsaqqalına bir dənə sual verin. Siz yaxşı oğlansınız? Elə deyirlər. Onda Əbdurrahman da çayın pulunu verməyə bilərik də. İlğar, papa necədir? Sağ ol, yaxşı. Yaxşıdır, sənlikdir. Ataların bir misalı var, deyir ki, dostluq var, xal var, biznes var, dinar. Allah çay pulun verin də. Ağsaqqal əsəbləşmə o, zarafat edir də, verəcək pul bu. Sən səbət verə. Mən neyniyim, necə eləyim? Bu boyda yük mənlik deyil. Mən yazıq bu problemi necə həll eləyəcəm? Laka, sən neynirsən orada? Yəqin Laka Zimbabvedəki vətəndaş müharibəsini necə dayandırmağın yolları haqqında düşünür. Ellərə ged özü dola. Sən can Laka, neynirsən orada? Heç, fikirləşirəm ki, bugün nərəyində pomada çəkəcəm dodağıma. Can, böyük dərddir. Laka, biricə dəfədə olsun pomada çəkmə də. Ay qız, sən nə danışırsan? Makyajın əsası elə pomadadır da. Qızlar, bəlkə bugün al-qırmızı rəngdə çəkim. Hə? Yox, qara rəngdə çək. Qoy dodaqlarının rəngi, qəlbinin rəngi kimi qapqara olsun. Unka, bu saat sən gözünün altına eləyəcəm qapqara. Laka, zarafat bir dəfədə üzvü ağart, dodaqlarını qaralt da. O Lady Gaga. Necə fikirdir? Elə bir siz eləmərəm. Bir gün obrazımı dəyişəcəm, üçünüz də qalacaqsınız partiya. Yaxşı qızlar, tez edin, hazırlaşmaq lazımdır. Bəs bayaqda mən neynirəm? Umka, yaman dərsi tələsən oldun ha. Ay qız, eşitmədin dünə nə dedilər? Dedilər ki, hamınız tez gəlin. Çünki bugün hamımızdan qan analizi alacaqlar. Doğrudan durun, tez olun. Tərpənin. Nədə qalmışdım, harda qalmışdım? Yaxşı oğlanlarda. Bax, yaxşı oğlanlar canından keçər adam üçün. Bəli. Ay sağ ol. Yaxşı oğlanlar ürəkli olurlar. Bu nədir razıyam? Yaxşı oğlanlar deski olurlar. Ay sağ ol, düppədüz. Arif, bəs də, yuyulmamış çömçə kimi çıxmırsan ortalığa. Özünüzdə 5 dəqiqə ağzı bağlı saxlaya bilərsən, hə? Ağsaqqal, sən də biz yaxşı oğlanıq. Məncə hə. Yaxşı ağsaqqal, bəs bu millət Bir dəqiqə deyən, hərə soxursan üzvü. Bir deçki suallar verirsən, neysən, o da deyir ki, alik danışma. Bizdə yaxşı oğlan var. Orxan, biz yaxşı oğlan pik nöqtəsiyik. Ali, demək istəyirsən ki, sən heç nədən qorxmursan, hə? Uşaqsız. Ulan ayaqsız tanımır istəyirsən, danış. Nəyi danışım, nəyi deyim? Danış da, mən necə ürəkliyəm, mən necə vəhşiyəm.
O oğlan sənə necə tullanmışdı? Ha, oğru dediyin Orxan idi. Ya adamın Allahı var, yumruqları pis deyil. Yaxşı ağsaqqal, bu millət hardadır? Yəni bu nəcə kafe boşdur? Ha, xəbəriniz yoxdur deyəsən. Zat institutda yığıblar hamını. Hə, həkim gəlib, hə, tibb məntəqəsinə cəmaatı yığıblar, hə. Həkimlər nə edirlər ki? Həkim nə edir? Həkim tatlı da, qirbilifka ada iğnə vurur da. Nə? İğnə? Hə. Harasına? Ada, rəhmətliyin oğlu iğnələri vururlar, hə. Doğrudan? Nə oldu Alik? Rəngin ağardı ki, kişi qorxdun. Ha, qorxursan Alik. Nə oldu be? Yaxşı oğlan eşlədən qorxmurdu. Aday da danışıya davam elə. Yaxşı oğlan, heç nədən qorxmamalıdır. Mən bu sözü demişəm, bir də deyəcəyəm. Eşidirsən Alik, heç nədən qorxmasın. Eşidirsən? Brat, mən heç nədən qorxmuram. Başa düşürsünüz, heç nədən qorxmuram mən. O, bir daha o iğnə deyir Hay mamanın gül balası, mamanın güzel balası. Bir de mamanız ne bak. Ay Allah, gözəlsən, gözəl. Qorxmursan ki? Ay, yox, niyə qorxmalıyam ki? Qoy bu gün universitetə gələn bütün həkimlər görsün ki, analar necə oğullar doğurlar. Vay. Hele bir kişini kəşfiyyata yola salır. Atacan, niyə xətrinizə dəyir ki? İstəyirsiniz o gözəl sözləri sizə də ünvanladırım. Qoy bütün hamı görsün ki, atalar necə oğullar doğur. Barak. Deyəsən, yaxşı səslənmə. Atacan, məni düzgün başa düşün. Mən bugün ağır bir sınavdan keçməliyəm. Ha? Cəbhə xəttini yarıb düşmənin üstünə gedəcəksən, ha? Xeyr, Atacan, həkim müayinəsindən keçməliyəm. Fikir vermə. De get, Allah köməyin olsun. Başımı qoyma, aparata salsınlar. Atan düz deyir, mama qurban. Atan sözünə bax. Çünki şua başına pis təsirləyər. Şualar yox, Qorxuram, başı aparata girər, aparat sınar. Sonra gərək pulun cibimdən ödəyəm. Mənim balam, atanın sözünə fikir vermə. Get, Allah köməyin olsun. Mənim balamın başı xəzinədir, xəzinə. Amma içi boş xəzinədir də. Oğlum, atanın sözünə fikir vermə. Get, get mənim balam. İnflyasiya. Allah kömək olsun sənə. Siz Allah bir dənə bu analizin gözəlliyinə baxın. Bəh. Bu oğlan bədəni daşdır da, bura daşdır da. Məndə də heç nə yoxdur. Əla. Şükür Allah, məndə də hər şey yaxşıdır. Orxan, bəs səndə? Qorxuram, baxamıram. Deyirəm bəlkə nəsə olar. Bax da, bəlkə gör sağlamsan. Demə o sözü. Hansı sözü xəstə? Demə də. Ay, yaxşı demərəm. Xəstə. Özün də bilsən ki, belə adamlar gülmək olmaz. Necə adamlar? Xəstə adamlar. Hə, uşaqlar, mənə deyin görüm, nə oldu sizin həkim məsələniz? Heç nə, getdik müayinədən keçdik, gəldik. Əbdurrahman müəllim. Hə. Gördüyünüz bu oğlan var ha. Hə. Bu oğlan öküz kimi sağlam çıxdı. Ay maşallah. Bəs sizin məsələniz? Bizə də hər şey əladır. Bir dənə Orxanı bilmirik. Niyə? Orxan qorxur. Birdən baxaraq xəstə olur. Olmadı ki. Ana, ver bura görüm onu. Ver bura. Bunu ver də. Özüm baxaram. Sıx. Baxma. Nə çıxdı Əbdurrahman müəllim? Mən pas. Necə? Ama mən belə kartlarla oynaya bilmərəm. Orada heç nə yoxdur. Necə? Ha, yəni heç nə yox da, sağlamsan. Ada get keyf elə. Aycan. Orxana sağlam çıxmaq şərəfinə bir dənə çay gəlsin süfrəmizə. Gəlsin. 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 Sağ ol.
Bu qəzetlər gör, nələr yazırlar. Atacan, anacan, məni təbrik eləyin. Gözün aydın Səkinə. Oğlun yenə kimisə bagaja qoyub gəlib. Xeyr atacan, mən bugün çox ağır bir həkim müayinəsində böyük bir şücaət nümayiş etdirmişəm. Helal olsun, mənim belə Koroğlu balam. Dədəndir Koroğlu. Yaxşı, olsun mənim belə qoçaq nəbim. Qoçaq. Qoçaq yox. Qaçaq nəbi. Olsun belə qaçaq nəbi. Mən də olum onun anası Həcər. Ağız, sən nə kəmsəvad adamsan. Həcər Nəbinin anası deyil. Bu nə idi? Arvadı idi. Sən də az sakit. Mənim hər sözümdə mız tutqina. Bəstirin dava elədiniz. Ondan sonra mənim analizlərimin cavabını oxuyun və mənimlə fəxr edin. Oxu. Deməli belə. Leykositlər normada, eritrositlər yaxşıdır. Çox qəribədir. Qanı pis deyil. Elə də olmalıdır da. Niyə təəccüblənirsən? Mən 100% əmindim ki, bunun qanı xarabdır. Nəsə, bu nədir belə? Süd vəziləri normadadır. Nə? O. Nə? Bütün qadın orqanları normadadır. Necə? Seyfullah. Bu nədir belə? Sən qadınsan. Vay, evim yıkıldı. Oo, görün kimdən gəlir. Salam uşaqlar. Necəsiz? Biz yaxşı, bəs siz necə? Çox sağ olun. Siz də kimi çağırmışdılar? Ha, səhərin gözü açılmamış məni tələsdirirlər. Tez ol, həkimə gecikirik, nə bilim, gec qaldıq. Dur. Mən də heç hansı pamadanı çəkdim, heç özüm də bilmədim. Narahat olma, Lanka. Ən qəşəng gecəyimiz. Anqalı. Bilmirəm, səhər çıxanda sözləşmişdik ki, həkimdən sonra kafeyə gələcəyik. Hardadsa indi gəlməlidir. Yaxşı, bəs analizlərinizin cavabı nə oldu? Məndə yaxşı. Məndə də. Və səndə, Lanka? Gözəl qızın analizləri gözəl olar. Və bu qədər. Onu bilmirik. Doğrudan bu qarda qaldı. Sən qoy bir zəng vurum da. Görüm nə oldu qız. Nə oldu? Götürmür. Umkanı bilmirsiniz. Allah bilir gəlib evə yatıb. Ya da nənəsi göndərdiyi corabları cüttəliyir. Uşaqlar, mən bir dənə ideyam var. Yaxın gəlin bir dənə şey danışmaq. Nə edəcəksən? Sən o axırıncı dəfə ideyanı nə ilə nəticələnmişdi, yəqin ki, yadımdadır da. Əşi, bu ondan deyil, bu zor ideyadır. Yaxın gəlin. Oyandı. Umka axşamın xeyir. Valla bəbəydən olmusan, görmüsən heç kim yoxdur. Mən işini başa düşə bilmirəm. Bəs Umka hardadır? Umka dəqiq hissə işini deməmişdi. A, bəlkə rayona gedib, ha? Yo, mənə heç nə deməyib. O heç yerə gedəsi deyildi. Bəs harda ola bilər? Bəlkə universitetdədir. Orxan, bu vaxt universitet qalar. Mən tapdım. Umka özünə təzə çubaq tapıb, qoşulub ona ikisi də qaçıblar Yamaykaya. Ay, boş-boş danışma. Alik, Laka ürəyindəki arısını dilə gətirdi. Nəzərə al da. Alik nəyi nəzər alsın? O həyatında Abşeron yarımadasını 50 metr də o tərəfə aralaşmıyor. Sən də yaxşı bir dəfə İtaliyada olmuşsan, otur boynunuzda. Come here.
Uşaqlar, dava eləmək vaxtı deyil. Gəlin fikirləşə görə harda ola bilər Umka? Telefonu da götürmür. Onu bildik də. Elnarə, sənə dəqiq heç nə deməyib? Dedim axı yox. Ləkabə sənə? O mənə ümumiyyətlə nəsə deyir ki, Bəlkə də Umkanın maşın vurub. Biz danışma. Biz xəbər tez yayılır. Uşaqlar, bizim iki variantımız var. Birincisi ya Umka hardasa gecikib, gəlib indi kafedə bizi gözləyir. Ya da ki, gəlib kafeyi görüb biz yoxuq, çıxıb gəlib qaraja, məşq elədiyimiz yerə. Ay da o, rəhmət Kəmkönova. Biz indi nə edəyik? Nə bilərik. Deməli, qızlar gedirlər kafeyə, əgər oradadırsa Umka, bizə zəng eləyirlər. Bəs biz? Orxan, sən də get qaraja, əgər oradadırsa xəbər elə. Uşaqlar da gəlirlər, universitetin bir-bir auditoriyalarının hamısına baxırlar, bəlkə qalıb kursavoy yazır. Mən də gələm polisə. Necə söhbətdir? Axırıncı sualım. Birdən Umka qarajda olsa mən neyniyim? Sən də